Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində talasemiya xəstəliyindən əziyyət çəkən uşaqlara kömək göstərmək, bu insanların həyatlarını xilas etmək yönündə nəcib təşəbbüslər dövlətimizin uğurlu siyasətinin əsas istiqamətlərindən biridir. Cəlilabad rayon İcra Hakimiyyəti, Cəlilabad rayon Mərkəzi Xəstəxanası və Respublika Qan Bankı publik hüquqi şəxsin birgə təşkilatı dəstəyi ilə 12 iyun saat 10:00-dan başlayaraq Cəlilabad rayonunda qanvermə aksiyası gerçəkləşib. Bu məqsədlə Cəlilabad rayon Mərkəzi Xəstəxanasında öncədən hazırlıq işi görülərək qan götürülməsi üçün lazımi şərait yaradılıb. Qanvermə aksiyasında Cəlilabad rayonunda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat kollektivləri, İnzibati ərazi dairəsi üzrə nümayəndəliklər, bələdiyyə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Yığılan qan ehtiyatı yoxlanılaraq talasemiya, hemofiliya və digər qan xəstəliyindən əziyyət çəkən insanlar üçün istifadə ediləcək. İlqar Mustafayev bugün informasiya proqramı üçün.